Sizə çatırım. Dermatovenerolog Kənan Əhmədov studiyamızdadır. Dermatovenerolog, dermatolog, həkim axtarışında olanlar var. Buyurun, müraciətlərinizi Vitiligo və Psoriaz mərkəzinə edə bilərsiniz. Xoş gördük. Necəsiz doktor? Salam, çox sağ olun dəvətinizə görə. Təşəkkür edirəm gəldiyinizə görə, minnətdaram. Buyurun, mən çox istərdim ki, bugünkü gündə psoriaz xəstəliyinə toxunaq. Çünki sizin sosial şəbəkədə paylaşımlarınızın da çoxu elə məhz bunun üzərindədir. Həqiqətən çox yayğın bir xəstəlikdir, yoxsa artıq insanlar bunun çarəsini kimdə olduğunu bilərəkdən müraciət edir və biz onun çox sayda olduğunu görürük? Əslində, psoriaz bugünkü gün həqiqət həmişə aktual olub. İndiki dövrdə daha da aktuallaşıb. Əsasən bildiyimiz kimi psoriaz bizim 4 orqanımızı zədələyir. Birinci, dərimizi zədələyir, dırnağımızı zədələyir, saçımızı zədələyir və oynaqlarımızı zədələyir. Ən ağır hallarda psoriazın ağırlaşması kimi psoriatik artropatiya xəstəliyini göstərmək olar və burada da xəstəliyin ən çox yayılmağında, çoxalmağında və ağırlaşmalarda səbəbkar xəstələrin düzgün təyinatı üzrə müalicə almamalarıdır. Bu altta yatan səbəblər sırasında dediniz autoimmun xəstəlik olduğuna görə... Bəli, psoriaz bildiyimiz kimi autoimmun xəstəlikdir. Psoriazda immunitet hüceyrələri bizim orqanizmdə dəri hüceyrələri ilə yola getmirlər və onlara deyirlər ki, burada durma, orada dur və başlayır dəridə iltihabi proses yaranmağa dəri səviyyəsində və burada da əsasən biz autoimmun xəstəliklərdən qalxan mənzər vəzdə olan prosesləri araşdırırıq, qaraciyəri yoxlayırıq mütləq şəkildə, qanda yağlılığı yoxlayırıq, metabolik sindrom da psoriazın inkişaf eləməsində rol oynayır. Əsas faktorlardan biri də sinir sisteminin qaydasında olmamalıdır. Yəni, psoriazlı xəstələrə mən həmişə müalicə yazanda deyirəm ki, bu müalicə ilə remisiya dövrünə girəcək, çünki bir dəfəlik psoriazın müalicəsi yoxdur. Dünyada heç kəs deyə bilməz ki, mən psoriazı müalicə eləyirəm, psoriaz sağalır və bir daha geri qayıtmırıq. Elə olmur. Biz psoriazı remisiya dövrünün uzatmağı əsasən üstünlüyü ona veririk ki, xəstələr remisiya dövründə daha çox olsunlar. Amma remisiya dövrünün qısalmağının səbəbi qeyri-düzgün qəbul olunan hormonal və yaxud da başqa tip dərmanlar və stres faktoru və pəhrizin pozulması. Yəni, psoriazda pəhriz birinci yer oynayır. Amma necə maraqlıdır, bir çox xəstəliklərin müalicəsində dəri mütləq şəkildə nəzərə alınır. Və xüsusilə də autoimmun xəstəliklərdə biz həmişə deyirik, birləşdirici toxuma iltihablı və iltihabsız revmatizmal problemlərə toxunanda adından göründüyü kimi birləşdirici toxuma, xüsusi hüceyrələr və liflərdir, hansılar ki, orqan və sistemləri bir-biri ilə birləşdirir, qoruyur, hətta funksionallığına kömək edir və həm az öncə dediyiniz kimi metabolik problem... Metabolizm özünü göstərir orada. Yəni, şəkərdir, yağlılığın çox olmağıdır. Ondan sonra... İnfeksiyon səbəblər... Altda yatan infeksiyon səbəblər adi boğazda və yaxud da angina, tez-tez olan adamlarda. Orada irsiyyət rolunu oynayır. Çünki məndə xəstələr var ki, məsələn, atada var, illər keçəndən sonra uşaqda, ya qızda, ya oğlanda özünü göstərir. Psoriaz da başlayanda ya dəridən başlayır. Ən çox hallarda 70-80% hallarda dəridən başlayır. Amma bəzi hallarda saçın dibində ən çox da... Konkret lokalizasiyası var mı deyə bilərik? Saçın tüklü hissəsində, başın tüklü hissəsində ən çox ənsə nahiyəsindən başlayır və ola bilir ki, illərlə ancaq orada qalır. Yəni nə olur orada? Qabıqlanma, qızartı? Orada qabıqlanma, qızartı və kəpəklənmə. Suluq ən çox xəstələr qaşıyanda egzematozlu əlamətlər nəticəsində suluqlanma və sulanma ola bilər, amma bu çox az hallarda olur. Ən çox qabıqlanma və qaşınma və o qalın qartmağa çevrilir. Xəstələr də qopardanda qanayırlar. Əgər psoriazın da əsas simptomlarından biri, biz şpatellə xəstəyə dif diaqnostika eləyəndə, şpatellə zədə nahiyəsini sıyıranda, orada nöqtəvari qansızma fenomeni deyən bir simptom yaranırsa, biz onda dəqiq deyirik ki, hə, bu psoriazdır. Çünki psoriaz digər dəri xəstəliklərlə daha çox oxşuyur. Seborreia dermatitdə də eyni əlamətlər ola bilər, göbələk xəstəliklərində də eyni əlamətlər ola bilər. Lokalizasiya olaraq cinsiyyət orqanında, sarğı nahiyəsində və yaxud da qoltuqaltı nahiyədə, başın tüklü hissəsində də göbələk də ola bilər, seborreia da ola bilər. O qədər oxşardır mənzərə. Bəli, çox oxşuyurlar və onu mütləq şəkildə birinci növbədə dəridən analiz götürürük. Dəridə qabıqdan göbələyin axtarılması analizini eləyirik. Bu analizin cavabı negativ çıxsa da belə, biz o psoriatik
nöqtəvari qansızma fenomenini yoxlayırıq. Ondan sonra digər müayinələrlə də dəqiq diaqnoz qoymağa imkan verir. Əvvəl dedik ki, qaşıntı verir, qabıqlanma verir, qızartı verir. Psoriazın bizim Azərbaycan dilində adı pullu dəmirovdur. Yəni pul, o balığı ki, soyarsan pulcuqlarını eləsi pullanır, qabıqlanma. Birinci növbədə o qabıq şəklində özünü göstərir. Sonradan artıq qaşıdıqca, qabıqlar qalınlaşdıqca o artıq qanama fazasına keçir. Onu deyirəm də artıq... İlkin etapda qanama olmur. Sonraki etaplarda artıq vaxt keçdikcə və ora hansısa bir kremlərdən istifadə edirlər, o da onlara tərs təsir eləyir. Biraz da xəstəliyin əhatə dairəsini genişləndirir. Yəni, psoriaz xəstəliyi ilə pullu dəmirov eyni xəstəlikdirmi? Bəli, bu sualın cavabını axtaranlar varsa, buyurun. Sadəcə dəri üzərində səpki, suluq, qaşıntı, dəri ən ağır orqandır və ən böyük orqandır. Dəri bizim orqanizmimizdə ən böyük orqanımızdır və xəstəliklər baxımından da dəri xəstəlikləri digər orqanlara nisbətən daha çoxdur. Yəni, 4500-dən artıq dəri xəstəlikləri var nozologiyada. Hər birində bilirsiniz, maşallah. Amma yenə də ən azından diferensiyasiya etmək nə deməkdir? Və hamısı da bir-birinə çox oxşayır. Oxşayır, bənzərdir. Lokalizasiyası belə oxşardır bəzi xəstəliklərdə. Sonra psoriazın... Provokasiya eləyən nədir bu psoriazı? Dediniz, atada, anada və s. varsa, bəli bir yaşa gəlib çatanda qızında olur. Deməli, əsas provokatorlar baxır hansı yaşdadır və oğlan və yaxud da qız uşaqlarında menstruasiya dövründə yarananda o aktivləşə bilər, hormonal statusun dəyişilməsi ilə bağlı. Oğlanlarda uşaq yaşında və yaxud da sünnətdən sonra və yaxud da hər hansısa bir keçirilmiş həyəcan, stres, qorxu, orada başqa cür psixoemosional faktorlar rol oynayır, tətikləyici faktorlar kimi. Bir də ən çox bu kəskin respirator virus infeksiyalarından sonraki immunitet ki düşür, o xəstəlik üzə çıxa bilər. Amma yenə də deyirəm, xəstəlik ilk üzə çıxanda həkimə getsələr, bir dənə kremlə, bir dənə altda yatan səbəbləri aşkarlayıb xəstəliyi ən azından gizlətmək və yaxud da uzun müddət remisiya almaq olur. Amma bir dənə səpki yarananda ən çox sevdiyi yerlər hardan başlayır? Dirsəkdən başlayır, dizdən başlayır və saçın ənsə nahiyəsindən başlayır. Başlanğıc mərhələdə də elə qaşınma verir. Başlanğıc mərhələdə də qaşınma, kəpəklənmə, qabıqlanma verir. Keçici deyil. Qətiyyən keçici deyil. Yəni bir insan qaşınırsa, bu başqa bir xəstəlik də ola bilər. Əlbəttə, allergiya da ola bilər, qoturluq da ola bilər. Başqa bir dəri xəstəliklərində də qaşınma, birinci əlamət qaşınmadır, ikinci əlamət qabıqlanma və sonraki əlamətlər gəlir, ikinci elementlər. Amma burada əsasən xəstələr diqqət eləməlidirlər ki, hardan başlayır, necə başlayır və hansı məlhəmi sürtürlər həmin nahiyəyə. Ola bilər tərs krem sürtələr, o xəstəliyi biraz da kəskinləşdirə bilər və yaxud da xəstələrdə əsas narahat edən burada məqam nədir? Tutaq ki, kremi sürtürlər, xəstəlik keçib gedir. Psoriaz da xronik olduğuna görə bir həftə, 5 gün, 10 gün krem sürtməyən kimi yenidən başlayır. Və bizdə də klinikanın əsas meyarı budur ki, biz o xəstəliyin yenidən başlama müddətini uzadırıq. Necə uzadırıq? Bizdə xüsusi fototerapiya üsulları var, ekzimer lazeri var, 311 nanometr ultrabənövşəyi şüalarla müalicə var və bu müalicələrlə də biz xəstəliyin, məsələn, krem sürtməsə də belə 6 ay, 1 ilə qədər xəstəliyin geri qayıtma müddətini uzada bilirik. Uşaqlarda da müşahidə olunurmu? Yoxsa biz gözləyib bəlli bir yaşa çataq, menstruasiya olaq, əsəb stres yaşayaq? Yox, burada əsasən dərman qəbul edək, iş düşür valideynlərə. Çünki bu, əgər bizim cinsiyyət üzvümüzdən həmin nahiyədən başlayıbsa, çox vaxt uşaqlar, oğlan uşaqları və yaxud da qız uşaqları valideynə deməyə utanırlar ki, yara var, qabıq var və yaxud da qaşınma var. Qasıq hissəsində. Bəli, cinsiyyət üzvündən başlayanda. Və ona görə də məsələ biraz uzanır. Yəni, lap kəskin dövrdə həkim müraciət edirlər. Artıq uşaq özünü qeyri-ixtiyari olaraq qaşınmaya, əlini ora aparanda, valideyn də görəndə ki, bu uşaq elə gedir, gəlir, orasını, burasını qaşıyır. Həkim müraciət edirlər. Biz onda da araşdırırıq, axtarırıq. Ən çox orada uşaqlarda qurd xəstəlikləri zamanı yəni sarğı nahiyəsindən daha çox başlayır. O zaman biz pullu dəmirovun klinik əlamətlərini bir daha xatırladaq. Xəstələr var ki, ancaq dırnağındadır.
Orada da dırnaqda üskük simptomu Yox, indi deyirlər. o növünə görə sizin dediyiniz kimi razıyam. Sadəcə harda ola bilərsə, növünü siz təyin edəcəksiniz. Amma harda müşahidə olunula bilər? Dırnaqdadırsa dırnaqda deyirsək, onları bir sadalayaq, klinik əlamətlər. Saçda, saçın ən çox ənsə nahiyəsində və nahiyəsində. qara pencək giyinən kimi avtomatik kəpəklər o qara köynəyin və yaxud da pencəyin üzərinə töküləndə artıq bunu baxmaq lazımdır, fərqləndirmək lazımdır. İkincisi, dizdə və dirsəkdə yaranır ən çox. Ən çox başqa hallarda əlin içindən başlayır. Bizim bəzi xəstələrimiz ekzema kimi qəbul edirlər. Ən çox xanımlarımız, məsələn, evdə qabıyana əlini çox vuranda əlində başlayır həmin əlamətlər. Elə bilirlər ekzemadır. Amma xəstələr gəlir. İllərlə ekzema kimi psoriazı, əl-ayaq psoriazı var, xüsusi növü. Əl-ayaq psoriazı var, xüsusi növü. Ancaq əlin içində olur, bir də ayağın altında olur, ovucuda olur. Onu illərlə ekzema kimi müalicə edirlər. Baxanda görəndə ki, bu psoriazdır, artıq psoriaz kimi müalicə etməyə başlayanda amma çox maraqlıdır. Yanlış müalicələrdə niyə artış görülmür? Çünki ekzemanın da, psoriazın da kremləri hormonal tərkiblidir. Ona görə də onlar bir-birini hardasa eyni təsir eləyir deyənə xəstələrə müsbət effekt verir. Müəyyən dərəcədə rahatlanır. Müəyyən dərəcədə həm nəmləndirici kimi, həm də qaşınmanı götürmək kimi. Amma psoriazda, ekzemada kimi sulanma olmaya bilər. Və yaxud da psoriazın elə forması var ki, nöqtə-nöqtə irincikli səpkilər kimi özünü göstərir. Xəstə də elə bilir ki, əlinə infeksiya düşübdür, amma o irindən analiz eləsək, orada heç nə tapılmayacaq. Çünki bu psoriazın pustulyoz formasıdır. Yəni, psoriazın formaları çoxdur. Hər növündə öz lokalizasiyası var və hər bir yerləşmə lokalizasiyasına görə də öz müalicə metodları var. Əlbəttə, bu xəstəliyin yaranması genetik mutasiyalar fonunda meydana gələn bizim az öncə dediyimiz autoimmun reaksiyalar ilə əlaqəli olsa da, yenə də xəstəyə individual yanaşma, bax, nə qədər klinik təzahürləri, əlamətləri oxşar insanlar gəlir. Bu xəstəliyin tam dəqiq diaqnozu üçün peşəkar dermatoloqa getmək lazımdır. Çünki o diferensial diaqnostika o qədər asan deyil. Səhv müalicələr gedə bilər və psoriazı dediyiniz kimi, ekzema kimi, ekzemanı psoriaz kimi müalicə etmək və bu şəkildə də həyatını davam edən insanlar var. Biz əslində qəbul edə bilmirik psoriazın olduğunu, doktor. Psoriaz biraz ağır gəlir. Məndə ola bilməz psoriaz. Yox, psoriaz... Ailəmdə heç kəs yoxdur. Necə oldu məndə bu yarandı? Orada heç kəs sığortalanmayıbdır. Mən ailələr tanıyıram ki... Yəni, hər kəsdə müşahidə oluna bilər? Nəsildə tutaq ki, 4 qardaşda psoriaz var, amma o qardaşların uşaqlarında heç birində yoxdur. Yəni, bu hökm deyil, hamıda psoriaz olsun. Amma psoriaz olan insanlar mütləq şəkildə öz genetikalarına baxmalıdırlar. O irsi xəstəliklərdir, düzdür. O qədər də ağırlaşmasa, psoriazdan heç kəsə qorxulu, təhlükəli bir şey yoxdur. Amma insanlar qeyri-peşəkar müalicələrlə, yəni qonşu dediyim, hardansa bir iynə gördüm, vurdum, o iynə ilə sağaldım. Yəni, bu iynədən ağırlaşan xəstələrimiz var. Bir dəfə həkimə gedir, həkim də onu ağır vəziyyətdən çıxartmaq üçün məcbur o iynəni yazır. Psoriaz xəstələri olan insanlar məni yəqin düz başa düşərlər və bilirlər ki, söhbət nədən gedir. Və belə hallar da bu dəqiqənin özünə də mümkündür. İynəni vururlar və çox yaxşı, sakitləşir. Bir ay. Bir aydan sonra iynə, bu psoriazdır axı, bu gələcək. Və bu gələndə də əgər o iynə bədənimizə daxil olubsa, bunun ikinci dəfə gəlməyi əvvəlkindən betər gəlir. Yəni, əvvəlkindən də daha ağır gəlir. Və bu da get-gedə yenə də pisləşir, yenə də o iynədən vurur. Artıq dozanı artırır. Yox, dozanı artırmır. Eyni iynəni vurur, eyni dozada vurur. Amma xəstəlik bir ay qabaqçı vəziyyətdə olmur. İkinci iynəni vuranda özünə, xəstə özünə... Təsiri olmur. Təsiri olur, amma həmişəki qədər olmur. Məsələn, birinci iynədən sonra, bir ay sonra qayıtmışdırsa, ikinci iynədən 10 gün sonra xəstəlik qayıdır və betər qayıdır və onda biz artıq xəstədə daha başqa əlamətlər görürük. O iynələrdən sonra endokrin pozğunluqlar yaranır, hormonal pozğunluqlar yaranır, İsenko-Qushik sindromuna qədər gedib çıxırlar xəstələr, bədən şişir, maye bədəndən xaric ola bilmir, böyrəklərin funksiyasına təsir edir. Yəni, insanlar özlərini ağırlaşdırırlar. Özləri özlərini ağırlaşdırır deyəndə bu iynəni təyin edən və vuran kimdir?
iynəni birinci dəfə həkimə gələndə həkim yazır və həkim deyir ki, get bir aydan sonra təkrar kontrola gəl. Xəstələr çox vaxt neynirlər? Həkimin kontroluna getməməkdən ötəri fikirləşir ki, gedəcəm yenə həkim eyni iynəni yazacaq, eyni şey eləyəcək. Bu şəkildə psoriaz müalicəsini edənlər varsa, bəli, var. Diqqətə alın. Çünki bunun autoimmun problem və genetik mutasiyalar biz elə bir vəziyyətdən danışırıq ki, bilirsiniz, altda yatan səbəbi, düzdür, bəzi xəstəliklərdə olduğu kimi burada da konkret olaraq səbəb göstərmək biraz çətinlik törədir. Çünki xəstədən xəstəyə dəyişir, yanaşı fon şəklində bir çox xəstəliklər də gəlir. Və bilib-bilmədən uzun müddət hər hansı bir səbəblə dərman qəbulu olarsa, o uzun müddətli dərman qəbuluna bağlı olaraq da psoriazın baş qaldırması mümkündür. Deməli, orada necə mümkündür? Uzun müddət dərman qəbul edən xəstələr, mən xəstə birinci gələndə psoriazla, fərqi yoxdur, yüngül psoriazdır, ağırdır, orta ağırdır və s. Mütləq şəkildə bütün analizlərini edirəm. Qaraciyərini yoxlayıram, qanun analizini yoxlayıram, başqa altda yatan səbəbləri yoxlayıram. Və bu səbəblər araşdırıldıqdan sonra 30-40% hallarda psoriazlı xəstələrin qaraciyərində problem aşkarlayırıq. Və birinci gərək o qaraciyərdəki problemi aradan qaldırasan ki, psoriazın müalicəsində dərman verə biləsən. Və o dərmanlar da mütləq şəkildə indiyənə qədər içdiyi dərmanlar, yəni başqa xəstəliyə görə də içdiyi dərmanlar psoriazı qaldıra bilər. Adamlar var ki, məsələn, zərərli vərdişləri var. Alkoqolizm var, alkoqol qəbulu var, enerji içkilər. Bunları çox içəndə də belə bizim qaraciyərimizin yükü artır, qaraciyərimizin funksiyası pozulur və psoriaz da birbaşa qaraciyərlə əlaqəlidir. Ən ağır psoriazların müalicəsində bizim 4-5 qrup dərman ehtiyatımız var da, yəni arsenalımızda dərman ehtiyatımız 4-5 qrupdan artıq deyil. Və bu hər qrup dərmanı da biz yazanda mütləq şəkildə müxtəlif analizlər aparırıq ki, bu dərmanı yazacaqsa bu analizin cavabı normal olmalıdır. Bildiyinizə görə. Bu dərmanın filan şeyə ziyanı var, başqa orqanları yoxlamalıyıq. Yəni elə olub ki, artıq psoriazlı xəstəyə dərman yazanda vərəmə qədər yoxlayırıq. Yəni gizlin vərəmin axtarılmasına qədər yoxlayırıq ki, hansısa bir dərmanı yazarıq, altda yatan, keçirilmiş olan və yaxud da gizli olan başqa bir vərəm olması başqa xəstəliklərini kəskinləşdirə bilər və yaxud da təzədən başlaya bilər o xəstəliklər. Amma bizim xəstələr neyinir? Hansısa bir dərmanı tanıyır, bu dərmanı içir, yaxşı olur, sonra pisləşəndə yenə deyir ki, həkimə nəyə gedirəm, elə o dərmandan içsin, yaxşı olur. Yazıb da dərmanı, eyni dərman bu işlər belə olmur yəni. Az öncə biz qoturluq dedik, o haqda da məlumat ötürək, çünki qaşınan çox sayda insan görürəm. Demək olar ki, 10 insanın 2-3-ü qaşınır bu gün. Hansı səbəbdən qaşınır bilmirəm, amma psoriazı yekunlaşdıraq, bu dəniz suyunun yoxsa günəşin xeyri var psoriazlı xəstələrə? Dəniz anlayışımızı aydınlaşdıraq. Bizim ölkədə iqlim elədir ki, biz ancaq 3 ayda dənizə gedə bilirik, amma dəniz suyu və günəşin birgə bizim psoriazımıza müsbət təsiri var. Bayaq xəstə gəlib, deyir ki, doktor, fototerapiyanı eləmişik, amma mən artıq may ayından dənizə gedəcəm. Deyirəm ki, suya girə biləcəksən, deyir, yox. Deyirəm, onda dənizə getməyin, o günəşlənmənin sənin dəriyə heç bir faydası yoxdur. Yəni, bizim mütləq dərimizdə dəniz suyu olmalıdır ki, günəş şüası üstündən düşüb bizə fototerapiya effekti versin. Bu yoluxucu qotur xəstəliyi ilə bağlı müraciətlər çoxmu gəlir? Bəli, son vaxtlar qotur xəstəliyi həddən artıq çoxalıbdır. Məsələn, dünən gələn bir oğlan uşağı idi. Bir aydır uşaq qaşınır, elə bilirlər ki, apelsin yedi, səpdi, allergiyal uşaqdır və yaxud da şokolad yeyəndə qaşındı və yaxud cips yedi və s. Yəni, istənilən qaşınma allergiya demək deyil. Bizim insanlar onu allergiya kimi qəbul edirlər. Qoturluğun spesifik yolları var, görüntüsü var, giriş-çıxış nöqtələri var. Biz işıqla baxırıq, yəni lupa ilə baxırıq ki, o giriş-çıxış nöqtələrini görə, xəstələr onu görə bilmirlər. Elə bilirlər ki, adi allergiyadır və yaxud da nədir, qaşınmadır. Və bu qoturluq birinci növbədə yoluxucu xəstəlikdir. Ailədə bir nəfər xəstələnibsə, digər ailə üzvlərində xəstələnir. Hamı qaşınacaq. Hamı qaşına bilər. Mən birinci xəstə gələndə soruşuram, ailədə neçə nəfər qaşınır, neçə nəfər yaşayır, otaqda neçə nəfər qalır. Yəni, bütün elə bir şey...
Ümumiyyətlə məsləhətdir ki, qaşınan insana yaxın getməyək. Çünki o həkim müayinəsi olmadan bilmirsən axı keçicidir, deyil. Yenə də qayıdıram həmin şeyə ki, qaşınan xəstələr özlərində onu allergiya həkimi zənn eləyib qaşınma dərmanı atırlar. Bir axşam yaxşı yatırlar, bir axşam yaxşı yatmırlar. Artıq evdə digər ailə üzvləri də qaşınanda artıq həkimə müraciət edirlər ki, bu deməli bu allergiya deyil, keçicidir. Doktor, təşəkkür edirəm. Xoş oldu sizinlə görüş. Sağ olun, təşəkkür edirəm. Bir daha xatırladım. Dermatoveneroloq Kənan Əhmədov studiyamızın həkim qonağı idi. Həkimlə əlaqə yaratmaq istəyənlər varsa, buyurun. Vitiligo və psoriaz mərkəzinin rəhbəri və həkim olaraq fəaliyyətini davam etdirir mərkəzdə. Buyurun, müraciətlərinizi edə bilərsiniz. Neçə ildir psoriazsız? 3 ildir. Birinci hardan başladı? Ayaqdan. Ayaqdan başladı. Həkimlərə getdiniz? Getmişəm, doktor köməyi olmab. Yəni nələr istifadə eləmişsiniz? Mazlar veriblər, losyonlar veriblər, şampun. İstifadə